Bugün biz Albaniya dövlətindən danışacağıq. Çalışacağıq ki, Albaniya dövlətini qısa şəkildə izah eləyək konspekt formasında. Albaniya dövlətinin xəritəsini görürsüz burada hal-hazırda və bilməlisiniz ki, ilk öncə Albaniya əsasən Kür və Araz çayı hövzələrində yaranmışdı. Yəni Şimali Azərbaycan ərazilərində Xəzər dənizinin sahilində formalaşmış bir dövlət idi. Deməli, Albaniyanın əhalisi bilməlisiniz ki, həm türk dilli idi, həm Qafqaz dilli idi. Qədim mənbələrin verdikləri məlumata görə Albaniya ərazisində 26 dildə danışan tayfalar yaşayırdılar və xüsusilə bu 26 dildə yaşayan tayfaların içərisində Albanlar çoxluq təşkil eləyirdi və hətta Xəzər dənizində qədim adı Alban dənizi olmuşdu. Albaniya ərazisində Albanlarla yanaşı bir sıra xalqlar da yaşayırdı. Deməli, bunlardan Kaspiləri, Kadusiləri, Leqləri, Amardları, Utiləri və Qarqarları da neynəməlisiniz, tanımalısınız. Deməli, Albaniyanın qərbində İberiya, indiki Gürcüstan yerləşirdi və biz Albaniyanın coğrafi mövqeyini göstərdikdə deyirik ki, Albaniya İberiya ilə Xəzər dənizinin arasında yerləşir. Deməli, Albaniyanın Qafqaz dilli nəsillərindən hal-hazırda da Azərbaycan Respublikasında yaşayan millətlər mövcuddur. Bunlardan Utiləri bilməlisiniz. Utilər hal-hazırda Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Xınalıqlar Quba rayonunun Xınalıq kəndində, Buduqlar isə Quba rayonunun Buduq kəndində yaşamaqdadırlar. Deməli, əziz yoldaşlar, siz bilməlisiniz ki, Albanların həyatında, təsərrüfat fəaliyyətində Xəzər dənizi, o dövrün deyimi ilə desək, Alban dənizi mühüm rol oynayıb. Xəzər dənizindən müxtəlif vasitələr üçün istifadə ediblər və xüsusən burada balıq ovçuluğu geniş yayılmışdı Xəzər dənizində. Deməli, onlar bu balıqları nə edirdilər? Duzluyurdular, qurudurdular, dəvələri də yükləyib hətta Ekbatan şəhərinə, indiki Həmədan şəhərinə aparırdılar. Deməli, balıqların piyindən, yəni yağlarından məlhəm düzəldirdilər və balığın içalatından yapışqan düzəldirdilər və balığın içalatından düzəltdikləri yapışqan çox möhkəm, yapışdırıcı xüsusiyyətə malik olurdu və siz bilməlisiniz ki, deməli, Kür çayı da Albaniya ərazisi ilə axaraq Xəzər dənizinə neynirdi? Tökülürdü və Kürdən sağ tərəfdə Albaniyada nə vilayəti yerləşirdi? Kaspiana vilayəti də yerləşirdi. Yəni Kürün cənubunda və yaxud Kürün sağ hövzəsində, əziz yoldaşlar. Deməli, Albaniyanın digər bir vilayəti isə Arsak vilayəti idi. Arsak sözü bilməlisiniz ki, Azərbaycan mənşəli sözdür və Arsak Sak tayfalarının adı ilə bağlıdır. Sak türklərinin adı ilə bağlıdır ki, bu da igid saklar, saklar mənasına gəlməkdədir, dəyərli yoldaşlar. Daha sonra biz Albaniya dövlətinin yaranması haqqında danışacağıq. Albaniya dövləti necə yaranıb meydana gəlib? Deməli, bilməlisiniz ki, Əhəmənilər dövləti dağılıb, süqut etdikdən sonra Azərbaycanın şimalı və cənubu da bütöv Azərbaycan ərazisi Makedoniya hakimiyyəti altına düşmüşdü. Makedoniyalı İskəndərin daha sonra isə eramızdan əvvəl 321-ci ildə onun ən yaxın sərkərdəsi Perdikkinin ölümündən sonra Makedoniya imperiyası parçalandı və Makedoniya imperiyasının yerində Parfiya, Selevkilər, Atropatena, Albaniya kimi dövlətlər meydana gəldi. Deməli, əziz yoldaşlar, Albaniya eramızdan əvvəl 4-cü əsrin sonlarında meydana gəlib və Makedoniya İskəndər imperiyasının parçalanması nəticəsində meydana gəlib. Albaniyanın ilk paytaxtı Qəbələ şəhəri olub, o dövrdəki adı ilə desək, Kabalaka şəhəri olmuşdur. Deməli, Qanıq Alazan çayı vadisindən Xəzər dənizi arasına kimi Dağıstanın cənub rayonlarını, o cümlədən qərbi Azərbaycan ərazilərini əhatə eləyirdi və İberiya, indiki Gürcüstanla Xəzər dənizinə kimi Albaniya ərazisi uzanmaqda idi, dəyərli yoldaşlar. Deməli, daha sonra siz bunları da bilmiş oldunuz və Albaniyanın şərqində Xəzər dənizi, qərbində Göyçə gölü, cənubunda Talış dağları, şimalında isə Dağıstan yerləşməkdə idi. Qafqaz dağları da biz buna deyə bilərik, əziz yoldaşlar. Deməli, indi Albaniyanın yaranması, meydana gəlməsi və ərazisi haqqında danışdıq. İndi Albaniyanın
İctimai və dövlət quruluşundan, idarəetmə sistemindən və sosial quruluşundan da bəhs eləyə bilərik. Deməli, qədim Albaniya ilə və Atropatena bilirsiniz ki, quldar dövlətlər idi, amma bu dövlətlər qədim Romadan, Yunanistandan və digər qədim şərq dövlətlərindən fərqlənirdilər. Nəyi ilə fərqlənirdilər? Albaniyada, Atropatenada elə də geniş şəkildə qul əməyindən istifadə edilmirdi və cəmiyyətin əsas istehsalçı təbəqəsi də azad insanlar idi. Deməli, qədim Romada, qədim Yunanistanda və yaxud qədim şərqin ölkələrində quldarlıq geniş yayılmışdı və onlarda cəmiyyətin əsas istehsalçısı qullar idi. Əsas istehsal mənbəyi qul əməyi idi. Amma Albaniya və Atropatenada quldarlığı biz elə də geniş şəkildə görə bilməyəcəyik. Ona görə də deyəcəyik ki, Albaniya və Atropatenada əsas istehsalçı azad insanlar olmuşdular. Qul əməyindən bəli istifadə olunub, az istifadə olunub. Məsələn, kənd təsərrüfatı işlərində, filiz mədənlərində və sənətkarlıq emalatxanalarında istifadə edilib. Əziz yoldaşlar, Albaniyanın əhalisindən danışacağıq. Əhali ictimai vəziyyətinə görə 4 təbəqəyə bölünmüşdü. Deməli, birinci təbəqə əsasən əyanlar idi. Bunların içinə daxil idi padişahlar, ordu başçıları, komandanlar, yəni və hakimlər. İkinci təbəqə kahinlər idi, yəni ki, din xadimləri idi. Üçüncü təbəqə hərbiçilər, dördüncü təbəqə isə təsərrüfatda işləyənlər, məsələn, kəndlilər və s. Deməli, əziz yoldaşlar, Albaniya dövlətinin başında qeyri-məhdud hakimiyyətə malik padişah dayanırdı. Yəni dövləti padişah adlanan hökmdar idarə edirdi və Albaniyada padişahdan sonra ikinci ən hörmətli şəxs kahin idi. Hansı kahin? Ay məbədinin kahini. Deməli, biz burada ay məbədi eşidiriksə, avtomatik şəkildə yadımızda saxlamalıyıq ki, Albaniyada səma cisimlərinə, aya, günəşə də sitayiş olunub və qədim Yunan tarixçisi Strabonun məlumatlarına görə Albaniya mərkəzləşmiş dövlət idi və mərkəzləşmiş qaydada idarə edilirdi. Deməli, Alban döyüşçüləri haqqında da Strabonun geniş şəkildə məlumatı var. Strabonun coğrafiya əsərindəndir bu məlumat. Məlumatda qeyd edilir ki, Alban hərbiçiləri əyinlərinə döyüş paltarları, zirehlər geyinir, başlarına dəbilqə qoyurdular, qalxanlarla, nizələrlə, oxlarla və mizraqlarla silahlanırdılar. Hətta Albanlar Romalılarla döyüşə 40.000 döyüşçü də çıxarda bilmişdilər və xüsusilə Alban tayfaları arasında at ilxıları da geniş şəkildə saxlanılırdı. Deməli, Albaniyanın təsərrüfat həyatından danışacağıq. Albaniyanın təsərrüfatından, şəhərlərindən, Albaniyada pullardan, ticarətdən və s. bəhs edəcəyik. Deməli, Albaniya əhalisi ilk olaraq əkinçilik və maldarlıqla məşğul olurdular, taxılı dəmir oraqla biçirdilər, iri quyularda və saxsı küplərdə taxılı saxlayırlar ki, xarab olmasın. Təsərrüfatda Albaniyada üzümçülük var idi, üzümçülük varsa şərabçılıq var idi və xüsusilə Albaniyada çaylardan və Xəzər dənizindən balıq tutulurdu. Deməli, Albaniyada balıqçılıq da inkişaf eləmişdi. Eramızın ilk əsrlərindən Albaniyada şəffaf şüşə qablar istehsal olundu və eramızın ilk əsrlərindən Albaniyada su dəyirmanlarından da istifadə edilməyə başlanmışdı. Deməli, Albaniyada sənətkarlıq və ticarətdən danışacağıq. Albaniyada sənətkarlıqla şəhər əhalisi də məşğul olurdu. Şəhər əhalisi ilə yanaşı kəndlilər də məşğul olurdular. Albaniya arasında zəngin filiz yataqları var idi və filiz yataqlarının olması dəmirin işləməsinə, metal işləmənin inkişafına şərait yaratmışdı. Və Albaniyada duluzçuluq da, saxsı qab işləmə də inkişaf eləmişdi. Deməli, Albaniyada Alban sənətkarlarına məxsus qızıl ilahə heykəli mövcud olmuşdu. Bununla yanaşı əhali boyaçılıqla, dülgərliklə, dərziliklə, çəkməçiliklə, dabbağlıqla da məşğul idi. Deməli, dabbağlıq da nə deməkdir? Dabbağlıq odur ki, heyvan dərilərini gön dəriyə çevirmək, istifadə olunması üçün xammala çevirmək idi və bu da əhalinin tələbatını neyinirdi? Ödəyirdi. Əziz yoldaşlar, toxuculuqda da əsasən qoyun və dəvə yunlarından da geniş şəkildə istifadə edilirdi. Deməli, eramızdan əvvəl 4-cü əsrdə Albaniyada möhürlərdən geniş şəkildə istifadə olunurdu
Möhürlər əsasən üzük formasında olurdu və möhür üzüyün qaş hissəsində yerləşirdi və möhürdə nə qeyd olunurdu? Əsasən dini məzmunlu rəsmlər və ifadələr həkk olunurdu. Möhürlərdən nə üçün istifadə olunurdu? Sənədləri təsdiqləmək üçün istifadə olunurdu. Qapıları və anbarları, qabları da möhürləyirdilər. Deməli, Albaniyanın şəhərlərindən danışacağıq. Şəhərlər mühüm ticarət yollarının, karvan yollarının üzərində yerləşirdi və Albaniyada biz bilirik ki, dövlət yaranandan sonra ticarət mal mübadiləsi ilə aparıldı, amma mal mübadiləsindən də sonra təbii ki, puldan da istifadə edilməyə başladı. Deməli, Albaniyada eramızdan əvvəl 4-cü eramızdan əvvəl 3-cü əsrlərdə xarici pullardan geniş şəkildə istifadə edilirdi, amma Albaniya ərazisində də tapılmış ən qədim gümüş pullar Makedoniyalı İskəndərin adından kəsilmiş pullar idi. Xüsusilə kənardan gətirilmə pullar Albaniyada daxili tələbatı ödəmədiyinə görə eramızdan əvvəl 3-cü əsrin 1-ci yarısında Makedoniyalı İskəndərin pullarına bənzəyən pullar kəsilməyə başlanmışdı. Və Albaniya ərazisində pulların kəsilməsi bizə nəyi sübut eləyir? Albaniya dövlətinin müstəqil olmasını, Albaniyanın iqtisadi cəhətdən güclü olmasını və hökmdar hakimiyyətinin möhkəm olduğunu bizə göstərirdi. Hətta Albaniya ərazisində indiki Şamax və Qəbələdən pul dəfinələri də tapılmışdı. Və qədim Yunan alimi Klavdi Ptolomeyin 2-ci əsrdə verdiyi məlumata görə Albaniya ərazisində 29 şəhər mövcud idi. Hətta bunlardan Qəbələ şəhərinin, Şamaxının və Albana şəhərlərinin də adını çəkməkdə idi, əziz yoldaşlar. Deməli, Albaniya ərazisi də Atropatena kimi qədim zamanlarda yadellilərin yürüşlərinə məruz qalıb və yadellilərdən biz əsasən burada Romanın adını çəkmək istəyirəm. İlk öncə Roma bilirsiniz ki, eramızdan əvvəl 2-ci əsrdən sonra Aralıq dənizi hövzəsində güclü dövlətə çevrildi və güclü dövlətə çevrildikdən sonra şərqə doğru yürüş etməyə başladı və şərqə doğru yürüş etməyə başladıqda onun önündə Qafqaz ərazisində də o cümlədən Albaniyanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Deməli, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey İberiya və Albaniya ərazilərinə hücuma başladı. Pompeyin təbii ki, bura yürüş zamanı məqsədi var idi ki, o Xəzər dənizinin sahillərini tutmaq istəyirdi. Xüsusilə də Hindistan və Qara dəniz arasındakı bütün yolları ələ keçirməyi planlamışdı. Və Albaniya İberiya ərazisinə Pompey hücum edən zaman ciddi müqavimətə rast gəldi və bu ciddi müqavimətlərdən də biri eramızdan əvvəl 66-cı ildə Kür çayının sahilində baş verən döyüş oldu ki, bu döyüşdə Albaniya hökmdarı Orois iştirak edirdi ki, Orois 40.000 qoşun çıxartmışdı və Oroisin 40.000 qoşun çıxartmasına baxmayaraq daha təcrübəli və daha döyüş qabiliyyətli olan Roma ordusu məğlub etmişdi Albanları. Yəni Albanlar məğlub olmuşdular. Çünki Albanların hərbi təcrübəsi yox idi və daha zəif silahlanmışdılar. Və döyüşdən sonra Pompey sülh bağlayaraq geriyə İberiyaya doğru qayıtdı. Amma Albanlar Pompeyi təqib eləməyə başladılar və Pompey də bunu bildikdən sonra eramızdan əvvəl 65-ci ildə İberiya yaxınlığında Qanıq və yaxud digər adı ilə Alazan çayı sahilində döyüş baş verdi. Bu döyüşdə Albanlara padişah Oroisin qardaşı sərkərdə Kozis başçılıq eləyirdi. Bəzən testlərdə Kozisi bizə hökmdar kimi verməyə çalışırlar, lakin biz burada allanmamalıyıq. Bilməliyik ki, Kozis sərkərdə olmuşdu və Pompey hiylə işlətmişdi. Kozisi də ölümcül şəkildə yaralamışdı. Hətta Romalılar görmüşdülər ki, döyüşdə Alban qadınları da cəsarətlə vuruşur və bu da Romalıları heyrətə gətirmişdi. Deməli, belə deyək, Oroisin sülh təklifini Pompey qəbul eləmişdi, amma az sonra ölkənin içərilərinə doğru hərəkət eləmişdi və bir müddətdən sonra Pompey Xəzər dənizi və bu ərazilərə hücum eləməkdən əl çəkdi və Albanlarla sülh müqaviləsi bağlamaq üçün masaya əyləşdi, belə deyək. Deməli, Albanlar niyə görə masaya əyləşdi? Çünki Albanlar güclü müqavimət göstərmişdi və Pompey uzun müddətdir ki, burada yürüşdə idi. Yol çətin və təhlükəli olmuşdu.
Daha sonra eramızdan əvvəl 36-cı ildə Antoni şərqə doğru yürüş edən zaman öz sərkərdəsi Kanidini İberiya və Alban hökmdarlarının üzərinə göndərmişdi ki, Kanid də bura gələrək qələbə qazanmışdı və döyüşdə Kanidi Alban hökmdarı Zoberin ordusuna qalib gəlmişdi. Deməli biz nəyi bildik? Pompeyin yürüşü zamanı hökmdar Oroys idi. Antoninin sərkərdəsi Kanidinin yürüşü zamanı isə Albaniya hökmdarı Zober olmuşdu və hər iki döyüşdə Albanlar məğlub olmuşdular. Təbii ki, bunun səbəbini də bildik. Səbəb Alban ordusunun daha zəif şəkildə silahlanması və Albanların döyüş təcrübəsinin olmaması idi. Deməli, daha sonra biz sonrakı dövrlərdə, irəliləyən illərdə Albaniya və Roma münasibətlərinin necə dəyişdiyi haqqında danışmalıyıq. Deməli, biz bilməliyik ki, eramızın 20-ci ilində Parfiya Atropatenanın müstəqilliyinə son qoymuşdu. Artıq eramızın 20-ci ilindən sonra Atropatena adlı dövlət qalmamışdı, təbii ki, və Alban hökmdarları da artıq gördülər ki, Parfiya dövləti Albaniyanın müstəqilliyi üçün təhlükə yaradır və Albaniyaya təzyiq etməyə başlayıb. Bu səbəbdən Alban hökmdarları Parfiya təhdidinə qarşı Roma dövləti ilə yaxınlaşdılar və xarici siyasətlərində Romaya meyl elədilər və Roma imperiyası ilə diplomatik əlaqələr saxladılar. Hətta Roma ilə diplomatik əlaqələrin onların əlaqələri bizim eramızın 3-cü əsrinə qədər davam etmişdi. İqtisadi və mədəni əlaqələr saxlanılmışdı. Deməli, Albaniya ilə Roma arasındakı diplomatik əlaqələri sübut edən bəzi faktlar vardır ki, onları mən sizə demək istəyirəm. Birincisi, eramızın 1-ci əsrində Oktavian Avqustun tərtib etdiyi kitabə idi ki, kitabədə Albanları, İberləri, Atropatenanları öz müttəfiqləri, öz dostları adlandırmışdı. Daha sonra ikinci fakt nə idi? İkinci fakt İmperator Domitianın 81-96-cı illərdə hakimiyyətdə olmuşdu ki, onun legionu Xəzər sahillərinə, indiki Abşeron yarımadasına gəlib çatmışdı və Qobustan üzərində latın dilində daş kitabə tərtib etmişdi və daş kitabənin üzərində belə yazılırdı ki, İmperator Domitian, Sezar Avqust, Germanik, Liusi Yuli Maksim, İldırım saçan 12-ci legionun sentrionu və eramızın 1-ci əsrində yaşamış Iosif Flavinin məlumatları da var idi ki, bu məlumatlarda İmperator Tiberi, İber və Alban Basilvesləri ilə, yəni hökmdarları ilə Parfiya hökmdarı Artaban ilə müharibəyə başlamaları üçün onlara xeyli pul göndərmişdi. Yəni Romalılar Parfiya ilə hücuma, Parfiya ilə döyüşə görə Albanlara, İberlərə xeyli sayda pul köməkliyi, pul yardımı da eləmişdilər. Deməli, eramızın 2-ci əsrində Roma imperatoru Adrian da 117 və 138-ci illərdə hakimiyyətdə olmuşdu ki, Alban hökmdarları ilə dostluq əlaqələri saxlamış və Albanlara qiymətli hədiyyələr göndərmişdilər. Deməli, biz Roma ilə Albaniya münasibətini də tam aydın şəkildə bildikdən sonra, daha sonra Albaniya ərazisinin şimalında yaşayan Alanları tanımalıyıq. Deməli, Alanlar Şimali Qafqazda, xüsusilə indiki Rusiya ərazisini daxil Azov dənizinə tökülən Don çayı hövzəsində yaşayan Alan tayfalarını tanımalıyıq. Alan tayfaları Azərbaycana o dövrün tarixi ilə desək, Atropatena və Albaniya üzərinə eramızın 1-ci, 3-cü əsrlərində dəfələrlə yürüş etmişdilər. Yürüşlərinin məqsədi qənimət ələ keçirmək idi. Onlar şimaldan Dərbənd və Dəryal keçidlərindən keçib gəlirdilər. Belə yürüşlərdən də biri eramızın 72-74-cü illərində olmuşdu. Bu yürüş zamanı Albaniyadan keçib Atropatenaya daxil olmuşlar. Parfiya canişinlərinin qüvvələrini məğlub edib böyük qənimətlər ələ keçirərək geriyə öz yaşadıqları əraziyə qayıtmışdılar. Deməli, biz Mingəçevir və Qəbələ rayonlarında hətta onlara məxsus qəbir abidələri olan katakomba qəbirlər, yeraltı qəbirlər də, yeraltı sərdabələr də tapmışıq. Deməli, katakomba qəbirlərində onlara məxsus əşyalar da aşkar edilmişdi ki, Albanlar şimal tayfalarına, Alan tayfalarına güclü mədəni təsir eləmişlər və Albanlar mədəni inkişaf səviyyəsinə görə Alanlardan üstün olmuşdular. Yəni, katakomba qəbirlərində tapılmış Alanların məişət əşyaları və Albanların məişət əşyalarını yan-yana qoyduqda bu onu sübut edirdi ki, Alban tayfaları Alanlara baxdıqda daha da yüksək inkişafa nail olmuşdular.
Deməli, Albaniya, qədim Albaniya tarixi və mədəni arxeoloji cəhətdən zəngindir. Məsələn, Qəbələdə, Şamaxıda, Mingəçevirdə, İsmayıllıda müxtəlif antik abidələr, yazı nümunələri tapılıb, öyrənilmişdir. Hətta albanlar iri ictimai binalar və müdafiə qalaları da tikmişdilər. Xüsusilə gördüyünüz kimi Albaniya paytaxt Qəbələnin ətrafına torpaqdan sədd çəkmişdilər. Onlar da memarlıqda binaların damlarını bağlayan zaman kiremidlərdən istifadə eləmişdilər. Və Alban əhalisi hələ yazı eramızdan əvvəl 1-ci minilliyin ortalarında Əhəməlilərin tərkibində olan zaman tanış olmuşdular. Deməli, saxsı nümunələrin üzərindəki yazılar, Orosla Pompeyin məktublaşması Albanların o dövrdə yazı ilə tam geniş şəkildə tanış olduğunu sübut eləyir. Və Atropatena kimi Albaniyada Ellin mədəniyyəti, yəni Yunanların mədəniyyəti təsir edib. Bildiyiniz üzrə Yunanlar özlərini Ellinlər, yaşadıqları ərazini isə Ellada adlandırırdılar. Albaniyanı Ellin mədəniyyətinin təsirinə məruz qalmasını sübut eləyənlər Albaniyanın kiremiddən istifadə eləməsi və albanların da Atropatenalılar kimi Yunan tanrılarına sitayiş eləmələri idi. Deməli, Albaniyada belə deyək, çoxtanrılıq mövcud idi. Xüsusilə çoxtanrılı bütpərəstlik dininə inanırdılar. Qazıntılar zamanı daş heykəllər, yəni bütlər tapılmışdı ki, bunlar da əhalinin dini görüşlərini sübut eləyirdi. Deməli, səma cisimlərinə də sitayiş eləyirdilər. Səma cisimləri dedikdə aya, ulduza, günəşə və Yunanlardan daha çox ay Allahına sitayiş eləmişdilər. Hətta yenidən xatırladıram ki, Albaniyada hökmdardan sonra ən hörmətli şəxs, dövlətdə sayılıb seçilən ikinci şəxs ay məbədinin kahini idi. Deməli, Strabona görə albanların sitayiş elədikləri Yunan tanrılarından Zevs idi ki, göy tanrı və əsas tanrı idi. Helios günəş tanrısı idi. Selena isə ay tanrısı olmuşdu.